18'də mənim var. 18-də? Mhm. Aha. Deməli, baxın, bu kompleks obyektlə bağlıdır. Görürsünüz, bizdən xəbərdən sonra feil forması istəsə bu şəkildə idi, ya ing, yoxsa to. Onu, feilin formasını özündən əvvəlki feilə görə təyin edirik. Bunu mən keçmişdim. Demişdik ki, 3 qrup feil var. E, Əgər birinci feilimiz let ya da make olsa, make keçmişi də nədir? Made. Bunlardan sonra gələn feil hansı formada olurdu? Sulu. Sadə. Kök forması, Sadə. base form of the verb. Mesela teacher made the students, made the students nokta nokta essay, an essay. Aha, indi burada mən peili hansı formada verəcəm? Yəni kök formasında. Write an essay ya da let the students write an essay. Bir de his kavraş fiillerimiz var idi. See, notice, feel, hear, watch, find. Bir de ki observe. Bu fiillerden sonraki fiil hansı formada olur? Ya kök formasında, ya mesela go ya da ing şəkilsi qəbul edir. Bu feillərdən başqa yerdə qalan bütün feillər özündən sonraki feili to ilə istəyir. Yəni let make sadə feil, see, notice, feel, hear, watch, find, observe-dan sonra kök halında feil ya da ing-li feil. Tanımadığımız feil qarşımıza çıxsa ardınca gələn feil to ilə olacaq. İndi want bu qruplara daxil deyildi. Öyrəndiyimiz feillər sırasına daxil deyildi. Deməli to olacaq. To da yalnız D ilə Y-dədir. D də ona görə səhvdir ki, şəxs əvəzləyici cümlənin yalnız başında işlənə bilər. We, you, she, he, it. We, Mhm. he, she, it. We, you, they. Birinci ay deməliydim, ay unutdum. Aydındır. Bəli. Okey, sonra 21. 22-23-ə də baxarıq. tamam. Bir şey soruşum, bu keçən dəfə də bu left çıxmışdı qarşımıza və dedim, left nə demək idi? Tərk etmək. Leave left. İndiki zamanda leave'dir. Leave və left'dən sonra dedik yalnız iki cür ola bilər. Hansı sözün işlənirdi? Ya Leave left. for ya da heç nə. Bəs Hə, nətər düzdür. For. yaxşı düz yazmısınız, niyə cavab verəmədiniz? Ya for ya da Hə. deməli burada boşluq yoxdur deyə for olan cavablar olacaq. Bir də buna diqqət edirəm. Week, a week, 2 days, a few days, 10 years müddətdir. Düzdürmü? Müddətlərin qabağında da iki sözün ola bilərdi. Hansı sözünlər olurdu müddətin qabağında? İndi Necə? 100%. Biri indi 100%. Bir də fordur. Müddətlərin qabağında ya in olur ya da for. Bəzən də bir də reason ola bilər. Reason nədir? Reason. Daxilində, ərzində. Ərzində, müddətində, bəli. In 2 days, 2 gün sonra. For 2 days müddət gedir. 2 gündür ki. Within 2 days isə 2 gün müddətində. Belə. Bir şey, və ona görə də məsələn, since olmayacaq. Since nədir ümumiyyətlə? Bəri. Yəni, since-dən sonra heç vaxt müddət gəlməz. Bir neçə gündən bəri mənasızdır axı. Since-dən sonra yadda saxlayın, dəqiq vaxt olur. Dəqiq ayın adı since İl January. ola bilər. İl. Bəli, since 2000, 2000-ci ildən bəri. Since 2 o'clock. Mən getmişdim Dimin sınağına. Orada düz balı az yığdım incisindən. Heç gözləmirdim düzünü desəm. 10 Hı, bal gəldi. Essedən amma şey gəldi. 2,5 gəldi. Halbuki esseni çox bərbad yazmışdım. Və şeyi doğru. də gözləmirdim. Abzasları falan da gözləmirdim. Mən attığım Plus orada şablonu bir yazmışdım. də fikirləşdim ki, bəlkə də altından xətt çəkməmişəm, nə bilim işarə eləməmişəm. Gözümün qabağında olmayıb mətn. Bəlkə də ona görə çox səhvim çıxdı. Yox, Bilmirəm. onun altına xətt çəkməyin cavab vərəqəsində acil çıxır. Niyə Bəlkə mən vərəqdə olanda, vərəq qabağında olanda daha asan da olur işləmək. Elə bilirəm. hədəflərə nə vermədin? Kim tanı? Yox. Timin sınağı kompüterlə oldu. Ayda, hayır, oradan şeydi, son illər kompüterlə olur. Kompüterlə mən də sevmirəm. Ona görə mən IELTS imtahan verəndə
şey istemiştim. Computer base yok, paper base. Paper base mənə daha çox rahat gəlir. Özüm Ha, üzrə keçmişəm belə. Dərs keçəndə mənə belə rahatdır. Amma özüm imtahan verəndə mənə kağız daha rahatdır. Çünki ha, çıxda şey edirəm, sən demiş, altdan xətt çəkirəm. Öyrətmə ha. teacher belə yaxşıdır, amma özün artıq imtahan verirsənsə kağız Hə, üzərində. yəni demək istəyirəm ki, şeydir, mən orada heç gözləməmişdim, nə abzasları falan çox şey eləməmişdim, söz ehtiyatımda heç inanırsız gözləmirdim, heç bir bal belə gözləmirdim oradan şeydən, essedən. Yəqin ki də sən Özüm də ki yəni, istəyirəm tədris ingilis dilində oxuyum istəyirəm. yox 2 sən balı imtahanda keçmək. imtahanda kompüter olmayacaq, narahat olma, kağız üzərində Ha, verəcəksən. Aha. Value nə demək uşaqlar? dəyər. Dəyərləndirmək, bəs appreciate, O da qiymətləndirməkdir, bəli, qiymətləndirmək, təqdir etməkdir. Respond, cavab fərqli vermək. cavab vermək. Sinonim nə idi respond uşaqlar? Answer. Answer, Answer bir də respond, reply. reply, bəli. Reply. Reply da özündən sonra nə istəyir? To istəyir. Reply to. Hmm. Bəs request nədir? Request bu söz. Bu təklif deyil. No, request tələb etməkdir, xahiş etməkdir. Tələb etmək başqa? Require. Demand. Require, aha, bir də demand düzdür. Demand. And dedicate, keçən dəfəki pul Həsr itirmək, eləmək. həsr Həsr etmək, etmək. devote, Həsr etmək də odur. O həsr da. etmək, sinonim. Sinonimlər və söz önümləri nədir? Dedicate, nə? With. Yox, kimə həsr edirəm? Bax, şeirimi anama həsr etdim. Anama, To. A-ə, to. Dedicate to, devote to. Occupy, Tutmaq, capture, ələ keçirmək. nə? Tutmaq, ələ Bu baş keçirmək. vermək kimi Bəli. deyil. Zəbt etmək, işğal etmək. Sinonimləri başqa bir dənə, iki dənə söz var. Invade, bir də conquer. Occupy, capture, invade, conquer. İşğal etmək. Refuse, reject ikisi də Rədd etmək. sinonimi bir dənə də qaldı. Deny. Deny da var. Bir də şey də var. Disclaim da var aslında. Disclaim. Okay, 22-ni dediniz. Which sentence can be changed into passive voice? Hansı cümlələr məchula çevrilə bilər deyəndə, yəni ümumiyyətlə 4 tip məchul testi var idi. Biri var cümlə verir bizə, deyir məchula çevir. Ümumiyyətlə cümləni məchula çevirmək üçün nə edirdik uşaqlar? Cümləni məchula çevirəndə. Baxırdıq ki, şəxsinə Yox, o cümləni bax tutaq, tamamlıq, yəni bu cümləni verib bizə deyir ki, məchula çevir. tamamlığa baxmırdıq. Mübtədanı atıb fiildən sonraki tamamlığı gətirirdik, mübtəda yerinə qoyurduq. Düzdürmü? Teachers told the parents. Müəllimlər valideynlərə dedi. Çevirəndə necə olur? Valideynlərə deyildi. Düzdür? Deməli biz cümləni məktula çevirəndə tamamlığı mübtəda yerinə gətiririksə, onda deməli bu şərtli testlərdə which sentence can be changed into passive voice? Hansı cümlələr məktula çevrilə bilər deyirsə, orada diqqət edəcəyimiz məqam tamamlıqdır. Bir cümlədə feil olmalıdır, bir də feildən sonra tamamlıq. Yəni kimi nəyi, kimə nəyi sualına cavab verən isim ya da əvəzi. Burada var da dedi kimə? Valideynlərə. Warn xəbərdar edir kimə? As bizə. Çevirə bilərəm də bizə xəbərdar edilir. 3-də so. So burada see of görmək deyil, see of birləşmədir. Nədir see of? Görməmək. To take someone to somewhere. To take someone somewhere. Necə deyim? Yola salmaq. Aparmaq, yola salmaq, ötürmək daha doğrusu, ötürmək, yola salmaq. Hə, yenə də tutaq ki, mənasını anlamasanız da, tutaq ki, so gördü kimi başa düşsəz də, him, onu, kimi tamamlıq vardı. Kimi ötürdü? Onu ötürdü. Çevirə bilərik. O ötürüldü. 4-də okey, ləkdən sonra isim görürəm, amma ləkin mənası nədir uşaqlar? Çatışmazlıq. Çatışmır. 3 üzvü çatışmır. Çatışılmır deyə bilərəm mən? Çatışılmır. Yox. Deyəmərik. Çatışmaq, yəni çatışmır ümumiyyətlə feil deyil və təsirsizdir. Kimi nəyi sualına cavab verən feilləri biz məchula çevirə bilərik. Amma təsirsiz feillər çevrilmir. 5-də Mən bir də ki, mən sonunda demişdiniz, sifət olsa, məsələn, 3 mənçul, bəs hansına aiddir o? Məchul növlə bağlıdır, amma onun şərtində deyir ki, choose the correct sentence in the passive voice.
Məhculda olan düzgün cümlələri seç deyir sadəcə və bizə belə 4-5 cümlə verir. Amma məhculda olan düzgün cümlələri seç soruşsa. Change deyəndə məhcula çevrilənləri soruşur. Və o sonda da sifətin olması, yəni sual cümlələrinə aid da. Aydındır? Sual cümlələrinin sonunda sifət olsa məhcula çevrilir. Məhcul olmaz daha doğrusu. 5-də baxın, lose, itirir, nəyi, pulu. Fe'l də var, tamamlıq da var. Əslində çevirməliyik. Amma burada biz zamana görə çevirə bilmərik. Çünki has been losing, hansı zamanda has been losing uşaqlar? Fe'l hansıdır ki müəllimə? Nə deyirsən Vüsal? 5-də fe'l hansıdır ki? Fe'l harda olur Vüsal? Mübtədədən sonra. Company bizim mübtədamızdır, lose da xəbərimizdir. Lose, itirir, nəyi? Müəllimə, mən evdə money nişanlıyorum dedim, ola bilməz axı. Money nişanlıyorum, ona görə deyirəm. Money tamamlıq kimi işarə eləmişəm. Nəyi? Pulu itirir. Uşaqlar, has been, had been, have been, bitmiş davam edici zamanların, bunlar bitmiş davam edici zamanlardır. Bunların məhcul quruluşu yoxdur. Məhcul quruluşu yoxdur. Yəni, bunlardan sonra tamamlıq gəlsə belə, biz onu məhcula çevirə bilmərik. Çünki quruluş yox. Necə çevirim? Yəni, başqa zaman olsaydı, okey, bu cümlə çevrilə bilərdir. Amma burada çevirə bilmərik. Məsələn, olsaydı ki, is losing, indiki davam edici zamanda versəydi, hə, money is being lost. Başa düşdünüz uşaqlar? Belə. İndi 23 demişdiniz. Diqqət edin, is təkdədir. Təkdədirsə, deməli onda men cəmdədə olmaz. Çünki xəbər təkdirsə mübtəda da tək olmalıdır da. O ingilisdir ya da ingilis erkeğidir. Türklər daha yaxşı çıxır. Bax, mən təkdədir, düzdür, English mən bunu götürdük. Bu English-da English məsələsi nədir? English, Spanish, the Spanish, sadəcə Spanish. Japanese da Japanese. Fərq nədir? Əgər bunlar həm dili bildirir, həm milliyyəti bildirir, nationality, həm də xalqı bildirir. Əgər onların qabağında the artiklı varsa, deməli xalqı bildirir, deməli cəmdir. The English deyəndə ingilislər cəmliyi nəzərdə tutur. Ona görə 3 olmaz. Çünki is təkdədir axı. The English deyirəmsə, onda deməliyəm ki, are they the English? Aydındır. Z artiklı yoxdursa, artıq milliyyətdir burada. O ingilisdir, təkdə hə bu. Başa düşdünüz? Deməli, is təkdədir deyə meni çıxdıq cəmdir. The English'də xalqı bildirir Z artiklı varsa, ona görə xəbər tək yox, cəm olmalıydı. Belə. 24-də, 25-də var sual olan. 25-dəki sözləri soruşun. Insist nə deməkdir uşaqlar? Insist. Təkid Bu, etmək. hə, təkid etmək. Söz önüsü nədir? In. On. Insist on. Insist on. Rely on. Bəli. Bir də sinonimi təkid etmək, israr etmək. İnatkarlıq. Persist. Persistence. İsrarçı olması da persistence, ısrarçılık. Persist ama inləndir. Insist on, persist in. İsrar etmək, təkid etmək. To demand that something happens. Neyinsə baş verməsində. Demand nə oldu dedik? Təkid etmək. Məcbur Tələb. eləmək. Tələb. Neyinsə baş verməsini tələb etmək. Increase nədir bəs uşaqlar? Artırmaq. Increase, decrease, azalmaq, artırmaq görədir. Bu amount, miqdar, number, say bunlara yönəlin. Görürsünüz, make greater, daha da çoxaltmaq, sayca, miqdarca. Injure nədir bəs? Xəsarət yetirmək. Xəsarət İncitmək. almaq, yaralanmaq. Bəli. Nə olacaq? Harm yourself physically. Harm nədir? Zərər. Zərər Ziyan. vurmaq. Fiziki cəhətdən. Belə. İndi keçək digərinə. Digər testimizə. OTK lüğətini atmışdım. Bu keçən il olan sınavda uşaqlar. Keçən OTK. OTK-da Dimait'də bilirsiniz keçirtdiyi imtahandır. Görün bunun dinləməsini bir yere yığa biləcəm. Allah'tan re.
Dinləməsinə qulaq asaq. Görünür hə belə. Bir dənə də böyüsün, bir dənə də deneyim görün bu. Belə böyüyəndə olur, yox, olmur. Bir dəqiqə. Aslında olur təxmini. Yox. Yaxşıdır belə. Все. İndi oxuyun. Ay üçün. Bunun şey bağlayıcıdır. Oxudu uşaqlar. Uşaqlar. Oxudunuz yoxsa necə? Oxudum müəllim. Burada diqqətli olun. Bax, hamısında bu təsdiqə, inkara, nə bilim, rəqəmlərə diqqətli olun. Başladıram. To the passage.
Cəlalə müəllim, Bəli. Thanks a lot, Kathy. başlatmalısınız. I really appreciate it. Bayaqdan başlamayıb, bəs mən bayaqdan səsləndirirəm. Xeyr, başlatmamışsınız. Ayda səsi başı idi, səsi paylaşmamışam. Bəs niyə bayaqdan səsiniz çıxmır? Demirsiniz ki, müəllimə, hə, nə oldu bəs paylaşmırsınız? Elə olanda deyini, ayda. Səs Listen to the passage and answer the gəldi. Bəli, gəlir. Ses Aha. görsənmir prosta müəllim. Necə? Mən elə bir səs gəlir, qoşanda səs gəlir, prosta testini görsənmir də elə bil. Test görsənmir. Test Keyin çox düşün. İndi Bir başqa dəqiqə, şeydədir. Sizin cavablar görsənir. Səsləndirmənin cavabları. Səhv eləmirəmsə. Yox, Ekrana indi verin. ekranda OTK sınağı var. Bax, məsələn, oxu gətirdim. İlk üçün sual. Who has volunteered for clearing up? Yox, yox. Yox, səsləndirməyə qoymusunuz. Altında cavablarıdır. Düzgün cavablar. Ayda. İndi oldu. İndi oldu. Bəli, test indi. İndi bir dəqiqə, yenə də tam dəqiq şey deyim. Gör indi səs gəlir. questions. Gəldi, questions. Bəli, gəldi. Ha, все, başladı. Listen to the passage and answer the questions. Kathy, we need some help for the charity show on Saturday. Do you think you can help? Sure, I can do some of the cooking if you need. No, the cooking is taken care of. Okay, but about the clearing up, I can pick up the litter off the floor. There's going to be a lot of people around and the park will get pretty messy, I think. John and Lindsay have volunteered to do all of that. What do you want my help for? The talent contest. But I can't do anything. Sure, you can. No, seriously, Ben. I'm the last person you want for a talent show. I don't have any. You don't have any what? Talent. Look, I asked Graham and he said he would tell a few jokes to begin the show. Have you heard any of Graham's jokes? He can't tell jokes, Ben. Who else do you have? Your mother agreed to play a piece of music on a clarinet, something from a film. Oh, that will be nice. She can play well. Alright, so we need you to do something, what you can do really well. I can cook. I don't think people are going to want to watch you cook, Kathy. I can do some card tricks. That could be a nice idea. Do they always work? I can practice. They usually work. Is there anything else you can do? Well, I can't dance. What about singing? Can you sing? My voice isn't too terrible. I can sing the national anthem quite well. Hey, that's great! What time does the talent show start? Around 3 in the afternoon. Oh no, I'm on Susan's cookery stall until 4. Can you escape for just 5 minutes? Not really, but if you want, I can sing my song at the end of the show instead of the beginning. Yeah, that sounds perfect. We will finish up at about 5 p.m. Okay, agreed. Put me down as the last act in the talent show. Thanks a lot, Kathy. I really appreciate it. Sure, no problem. Otuz 40 saniye səsləndirəməyim. Texniki nasazlıqlar oldu bugün. Nasazlıqlar. Başladıram. Listen to the passage and answer the questions. Kathy, we need some help for the charity show on Saturday. Do you think you can help? Sure, I can do some of the cooking if you need. No, the cooking is taken care of. Okay, but about the clearing up, I can pick up the litter off the floor. There's going to be a lot of people around and the park will get pretty messy, I think.
John and Lindsay have volunteered to do all of that. What do you want my help for? The talent contest. But I can't do anything. Sure, you can. No, seriously, Ben. I'm the last person you want for a talent show. I don't have any You don't have any what? talent. Look, I asked Graham and he said he would tell a few jokes to begin the show. Have you heard any of Graham's jokes? He can't tell jokes, Ben. Who else do you have? Your mother agreed to play a piece of music on a clarinet, something from a film. Oh, that will be nice. She can play well. Alright, so we need you to do something, what you can do really well. I can cook. I don't think people are going to want to watch you cook, Kathy. I can do some card tricks. That could be a nice idea. Do they always work? I can practice. They usually work. Is there anything else you can do? Well, I can't dance. What about singing? Can you sing? My voice isn't too terrible. I can sing the national anthem quite well. Hey, that's great. What time does a talent show start? Around 3 in the afternoon. Oh no, I'm on Susan's cookery stall until 4. Can you escape for just 5 minutes? Not really, but if you want, I can sing my song at the end of the show instead of the beginning. Yeah, that sounds perfect. We will finish up at about 5 p.m. Okay, agreed. Put me down as the last act in the talent show. Thanks a lot, Kathy. I really appreciate it. Sure, no problem. Belə. Hər kəs qutarıb yoxsa gözləyək? Qutarmısınızsa gözləməyək, başlayaq. Aha. Onda bax düzgün cavabları ekrana verirəm. Deməli. Deməli 1 cavabları deyim yoxlayın. 1 Y, 2 B, 3 3-də A, 4-də Y, 5 Y, 6.1 6.1 A, 2 B, 3 A, 4 A, 7 D, 8 A, 9 A, 10 1 2 10 1 2 11.1 A, yox üzr istəyirəm, 11.1 B, 2 A, 3 B, 4 B'dir. Burada 4'te B'dir. Bir saniye bunu düzelteyim. 4B. Aha. Y, 12 Y, 13 B, 14 A, 15 1 2 4, 16 S, 17 gelir. 17 Y, 18 Y, 19 Y, 20 D. Aha. İndi verin suallar bize. 1-2. Yani karşısına cevaplarını yazmış olmamışsın. Görürsünüz. Who has volunteered for clearing up? Uşaqlar, volunteer ne demektir? Volunteer könüllü olmaq. Fəridə dərsdədir. Çıxıb dərsdən. Deyirəm desin. Volunteer könüllü olmaq deməkdir. Kim könüllü olur? John and Lindsay. What time will they finish up? Saat neçəyə qədər bitirəcəklər? 5 o'clock. Saat neçədə daha doğrusu. When will the charity shows take place? Ne zaman take place, yəni baş tutacaq. Bu charity nədir bəs uşaqlar? Charity.
Charity xeyriyyə deməkdir. Xeyriyyə şousu nə zaman baş verəcək? On Saturday, yəni şənbə günü. And what does the talent show start? Talent show nə zaman başlayır? About 3 o'clock in the afternoon. Günorta saat 3'də. Yəni burada da bizdə hansı sual cavabı yoxdur deyir. Geriyə nə qaldı? Y variantı. Kate orada deyir ki, Casey deyir ki, I can cook. Pişirə bilirəm deyir, amma nə pişirəcəyini demir orada. 2-də də what does Casey say about her ability? Öz bacarığı ilə bağlı nə deyir? Orada açıq aydın dedi ki, I can cook. I can cook dedi, amma burada cannot'dur. I can't dance dedi, amma burada can dance'dır. I can pick up the leader of the floor. Bunları təsdiqdə dedi də hamısını, amma hamısı inkardadır. Ona görə səhvdir. Qalır geriyə B variantı. Bunu da açıq aydın deyir. I can sing the national anthem quite well. Anthem nə deməkdir? Anthem hymn deməkdir. Hymn. Sonra kimin sualı var? Mətinim. İndi bir şey yazmısınız uşaqlar mətinləri. Bəli, mən yazmışam hamısını. Deyin onda suallarınız. Yoxdur Ayşən sualın. Var, baxıram, var suallarıma. Nöqtə səhvim var. Deyin. Ora turu götürmüşəm. Yox, false götürmüşəm, turu çıxıb. Hansında? 6.1-də. The Gold Rush. Rush əslində özü nədir? Rush. Qaldıraş hücum, qızla hücum kimi gedir də belə. Yəni Gold Rush. Oxumusan deyəsən hər şey. Bəli. Qızla hücum. Yəni qızıl axtarışına çıxmaqda. Ended roughly. But roughly. Rough əslində mənası başqadır. Rough nədir mənacı? Nahamar kimi gedir. O da var. Sərt var. Sərt var. Sərt nahamar. Amma roughly sərt şəkildə də var zərf forması. Həm də roughly rəqəmin qabağındadırsa amma nearly. Yəni Təxminən, indi başa düşdüm. təxminən 7 ildən sonra başladıqdan təxminən 7 il sonra sona çatdı. Ended roughly. Bəli, 6.1. Bax burada about 7 years after the gold rush began. Burada began orada startla əvəz edib də sinonimini. It finished, bitdi. Başladıqdan 7 il sonra bitdi təxminən. About da orada nə ilə əvəz edib? Roughly ilə. About da rəqəmin qabağında nə məna verir? Təxminən. 7 il sonra finish bitdi. Burada da ended deyir. Sonlandı. Bu da bitməkdir də, düzdür? Bəli. Aha. Sonra abandon nə deməkdir? Tərk etmək. Tərk etmək, boşlamaq. Kim şey səhv edib? 7-ni səhv etmisən Ayşən? Mən səhvləmişəm, bəli. B yaz. There were no immigrants either. Immigrant bildiyimiz kimlərdir? Migrants, immigrants. Migrantlar, bəli, köçkünlər də deyək. Olduğu kimi o cümlə burada var da. There were no immigrants either. Arxasını oxuyuruq. As soon as the first transcontinental railroad had opened in 1869, yəni 1869-cu ildə ilk transcontinental nədir? Transcontinental. Qitələr arası, railroad, dəmir yolu açılan kimi the old immigrant is old, köhnə migrant reisləri, yəni dəmir yolları completely nədir? Tamamilə. Tamamilə abandoned. Abandoned nə oldu dedik? Tərk etmək. Tərk edildi. Yəni boşaldıldı da. İndi bax, burada nə edib? Bax, orada deyir as soon as. As soon as deyir. Kimidir də as soon as bildiyimiz kimi. As soon as the railroad opened. Dəmir yolu açılan kimi deyir. Amma burada deyir before. Açılmazdan əvvəl. Düzdür. Orada deyir old immigrants. Immigrantın qabağında köhnə road orada road nədir? Marşrut yol, rails nə deyir? Orada trailsdə reislərdə eyni anlama gəlir. Yəni burada sifəti bax görürsüz mən dediyim məqamları səhv edib. Old köhnədir. Contemporary nədir amma? Contemporary. Müasir. Ay sağ ol, müasir. Əksini deyib. Latest. Nə deməkdir latest? Keçmiş. Latest ən son. Ən sonuncusu. Ən yaxında, ən təzəsi mənasına gəlir də, düzdürmü? Sırf ona görə səhvdir.
Y-də də after deyir. Açılandan sonra deyir. Açılan, orada nə deyir? Açılan kimi. Və bağlayıcılara da xüsusi diqqət edirik. Açılanda desəydi, məsələn, when-i before-la after-la əvəz edilməz. When nə ilə əvəz oluna bilər? Açılanda. When əvəz oluna bilər while-la açılarkən. Bir də ki, as-la əvəz oluna bilər. As bir üçün mənasını verir. As he was it. Xəstə olduğu üçün. Həm də when-i əvəz edə bilən bir bağlayıcıdır. When-lə while. As I was coming home. Evə gələn vaxt. Və indi burada da as soon as əvəz edən bağlayıcı once-dır. Sonra oldu nə ilə əvəz edib? Ancient-la. İkisi də nədir? Qədimdir. Sonra totally, orada completely tamamilə deyil, burada da totally deyil, o da tamamilədir. Orada abandon deyil, tərk etmək, boşlamaq, desert. Desert nə idi bəs? Onu da yazmışdım. Abandonun sinonimidir, o da tərk edilmək, boşlamaq deməkdir. Aydındır? Bəli. Aha. Sonra, bax burada readily nədir uşaqlar? Bax read oxumaqdır bildiyimiz kimi. Readily Asan mənası. asanlıqla, easily, Asan. Readily. may locate gold more readily thanks to modern technology. Thanks to nədir bəs? Sayəsində. Sayəsində, ay sağ ol. Bax, görürsüz, modern techniques allow people to find gold more easily. Easily, readily ilə əvəz edib. Müasir texnikalar allow, imkan verir insanlara, qızılı asanlıqla tapmağa imkan verir. Hə, burada nə deyir? İnsanlar qızılı, müasir texniksi texnologiyanı əvəz edib eyni anlama gəlir. Texnologiya sayəsində asanlıqla yerləşdirə bilərlər. Aha. Belə. Sonra kimin sualı var bu mətndə? Occasional nə deməkdir? Occasional. Təsadüfən. Təsadüfi. Aha. Not happening or done often regularly. Regular nədir bəs? Regularly. Nizamlamaq kimi gedir o. Bu şəkildə, qaydalı şəkildə, davamlı şəkildə. Yəni davamlı baş verməyən, tez-tez baş verməyən, təsadüfi olan bir şey. Belə. Sonra 2009-da onda səhv edən var. Apart from nə deməkdir? Apart from. Ayrı. Ayrı. 9-anın 9-un A-sını harda işarələmişim? Ha, burada olmalıdır, hə. Bax burada except nədir? Except. Except tapşırıqların şərtindədirsə birinci səhvi götürürsünüz. Çünki except çıxmaq şərti ilə deməkdir, başqadır. Yəni apart from-da ondan sinonim kimi gedir də. Yəni by the occasional rancher nədir? Bəs ranch də yazmışdım. Ranch, rancher. Ranch nə idi? Rəhbər kim gedir, nəsə bilən. Ranch çiftlikdir, fermadır. Rancher da fermerdir. Nəsə. Şeydir,